Gündəlik bu müəssisədə 10 minlərlə çörək bişirilir. İstehsalda istifadə olunan avadanlıqlar isə təqdimata görə müasir standartlara cavab verir. Müşahidə kameraları və müəssisənin daxili nəzarəti isə burada hazırlanan məhsulun istehsalı zamanı kənar müdaxilələrin meydana gəlməməsi üçündür. Lakin təqdim edəcəyimiz bu sujetdə iddia olunur ki, çörək bişirilən zaman içərisinə yad cisim düşüb. Qeydə alınan xoşagəlməz görüntülərlə bağlı polisə müraciət də olunub. Yayılan görüntülərdə iddia olunur ki, çörəyin istehsalı zamanı içərisinə yad əşya düşüb. Hər gün yüz minlərlə çörək bişirilən bu zavodda bəs həqiqətən yanlışlığa yol verilib, yoxsa sonradan məhsula istehlakçı tərəfindən müdaxilə olunub? Bu kimi hallar törədilə bilər. Açıq şəkildə çörəyin içindən yad cismi öz əlləri ilə qoya bilərlər. Ölkədə ən böyük çörək istehsal edən müəssisələrdən birindəyik. Hansı ki, yayılan görüntülərdə iddia olunur ki, bu çörək zavodunda istehsal zamanı çörəyin məhsulun içərisinə yad cisim düşüb, hansı ki, həmən cismin mənşəyi də məlum deyil. Burada istehsal prosesi ilə tanış olduq. Bəs həqiqətən də bu müəssisədə istehsal zamanı çörəyin içərisinə hər hansı bir yad cismin düşməsi mümkündür? Müəssisənin nümayəndəsi Məryəm Ağayeva onun ələnməsi, kündələnməsi və bişməsi mərhələsinə kimi məhsulun içərisinə hər hansısa bir yad əşyanın düşmə ehtimalını izah edir. Deyir ki, zavodun avadanlıqları belə xoşagəlməz halın baş verməməsini mümkünsüz edir. Zavod ən son texnologiya ilə təchiz olunub. İlk ələyə başladığımız andan ələyə nəzər yetirsək görərik ki, ələyin içində həm yad cismi tuta biləcək, həm metal detektoru var, həm də hər hansı bir həşərətə qarşı tutulma mexanizmi var. Daha sonradan ələkdən sonraki xəmir prosesində nəzarət altındadır. Hətta mütəmadi olaraq insani nəzarətçilərimiz də burada fəaliyyət göstərirlər. Məryəm Ağayevanın sözlərinə görə, sosial şəbəkələrdə çörək ilə bağlı yayılan xoşagəlməz görüntülər onların müəssisəsinə aid deyil. Onun sözlərinə görə, həmin görüntülər yeni deyil və təxminən 3 il əvvəl yayılıb. İddia edir ki, bəzi sosial şəbəkə istifadəçiləri köhnə kadrlardan istifadə edərək onları yenidən güya təzə hadisə kimi məqsədli şəkildə paylaşıblar. Son zamanlarda ictimai şəbəkələrdə kontent yaradıcıları öz izləyicilərinə arxalanaraq istehsalçıları bu tip şantajlar edə bilirlər və biz inanırıq ki, əgər aidiyyatı qurumlar bizə dəstək göstərdikləri müddətcə bu kimi halların qarşısını ala bilərik və bu əslində biraz belə deyək ki, gülməlidir ki, çünki bəzi xalqımız bilməyə bilər bu insanlar kimdir, amma istehsalçılar çox gözəl bilirlər ki, bu insanlar kimdir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də həmin görüntülərin araşdırılmasına başlanılıb. Yayılan həmin görüntülər araşdırılması üçün eyni zamanda hüquq mühafizə orqanlarına da təqdim edilib. Rəşad Vəkiloğlu, Bəkir Həşimov, Space xəbər.